İctimaiyyət göstərir ki, biz şəhidlərimizi çöl çiçəkləri kimi əllərimizdə deyil. Güllə yarası kimi qəlbimizdə daşıyır. Allah şəhidimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid analarına onu deyə bilərəm ki, yəni fəxr edin ki, elə sizin övladlarınız var. Yəni heç vaxt sormayın, həmişə başımız uzadır. Allah canınızı sağ eləsin. Nə deyə bilərəm, sormaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizin için sağ olun. Şəhid analarını salamlayıram. Qarşılarında baş əyirəm. Şəhid anaları bizim həssas nöqtəmizdir. Ən pik nöqtəmizdir. Şəhid anası həyatda ən acılı, ən çətinli, qadın üçün ən keçilməz nə varsa onu yaşayan insandır. Çətin prosesdir. Mən bir şəhid oğlu kimi bunu çatdırmaq istəyirəm ki, nəzərinizə. Bu həyat özü əvvəldən planlanmış həyatdır. Şəhidlər ana bəhtində şəhid olurlar. Görürsünüz, biz qazi olduq, şəhid ola bilmədik. Bu Allahın qismətidir. O deyir ki, gedən oğlanlar kimsə döyüşdən qorxdu, müharibədən qaçdı. Biz qalib ordunun qalib şəhidləri, qalib ordunun qalib qaziləriyik, veteranlarıyıq. Hərənin qismətində dilənən bir nöqtə var. Şəhidlik bu kişilərə qismət olmalıydı, bu kişilərə qismət oldu. Bu ana şəhid anası olmalıydı, bu ana şəhid anası oldu. Ona görə də mən şəhid anaları sizin qarşınızda baş əyirəm. Sizin qarşınızda danışmaq çox çətindir. Amma fəxrlidir, şərəflidir. Sizin yanınızda durmaq bizim üçün çox fərqli hissəyə keçiririk. Sizin yanınızda durmaq bizim üçün hər şeyə dəyər. Çünki siz Azərbaycan qadınsınız, siz şəhidi doğan anasınız, siz şəhidi böyüdən anasınız. Və bunu itirdikdən sonra dözən insansınız bu itkiyə. Bu itki çox çətin itkidir. Mən bütün bu gələn insanların hamısına təşəkkürümü bildirəm ki, bu şəhidlərimizi unutmaq lazım deyil. Biz şəhidləri nə vaxt ki unutsaq, şəhidlər onda öldü. Şəhidlərin yanında biz nə qədər olsaq, şəhidlər sizin yanınızdadır. Yuxunuzdadır, hər yanınızdadır. Sizi görürlər. Şəhidlər bizim baş tacımızdır. Bunlar bizim onurğa sütunumuzdur. Azərbaycanın onurğa sütunu şəhidlərdir. Bizim şəhidlərimiz bəli, bizim əsas duruşumuzdur. Ona görə biz əsas duruşumuzu itirməmək üçün şəhidlərin yanında olmalıyıq. Şəhidlər bizə qərar versin ki, bağışlasın ki. Gurur yerimizdir. Biz dünyamızı dəyişəndə şəhidlərin yanında Allah bizə qərar versin. Şəhidlərdən bunu biz istəyirik. Allah şəhidlərə rəhmət eləsin. Bütün qazilərə, veteranlara, hərbiçi qardaşlarımıza can sağlığı, uzun ömür arzulayıram. Təşəkkür edirəm. Allah şəhid İbadlı Raminin anasıyam. Allah cəmi şəhidlərimizin yerin, məkanın cənnət eləsin. Bugün Şahin babamızın cənnətdəki mövlududur. Allah onun anası Tərgül anaya səbir versin əzizləri ilə bir yerdə. Allah cəmi şəhidlərimizin yerin cənnət eləsin. Allah yaralı qazilərimizə o vətən yolunda canından keçən yaralı qazilərimizə şəfa versin. Allah onların uğrunda can verdikləri vətənimizi bütün dövlətlərdən üstün eləsin inşallah. Uğrunda can verdikləri bayrağımızı bütün bayraqlardan uca eləsin inşallah. Allah Teala xalqımıza, vətənimizə bir də belə ağırlı, acılı günləri yaşatmasın. Şəhidlərimizə də dəyər verən bütün oğullarımızı, sizin kimi vətənpərvər qızlarımızı Allah var eləsin. Bizim şəhidlərimizi yaşadırsın. Şəhidlər sizin hesabınıza yaşayır. Çox sağ olun, Allah sizdən razı olsun, Allah əzizlərinə səbir versin. Uzun müddət bir kampda xidmət elədik. Bütün təlimlərdə, hər bir şeydə, hər bir tədbirlərdə, hər bir təlimlərdə Şahinlə bir kampda oldu. Sentyabrın 26-sında biz düşmənin əksərimlə hücumunun başlamasını tapşırığını alıb Füzuli istiqamətinə hərəkət elədik. Hüseynli Şahin Vaqifoğlu mənə bir taktik. Ben sentyabrın 27-sində düşmənin hücuma çəkdi səhər-səhər. Biz tapşırıq alaraq əksərdən yoluna düşdük. Füzulidən Cəbrayıl rayon istiqamətinə qədər döyüşərək getdik. Döyüş mövqeyində 4 düşmən postunu və dayaq məntəqəsinə çataraq Vadatrol su stansiyasının yanında düşmən tərəfindən atırılan raket, fagot tipli raket mənimlə vuruldu. 10 dəqiqə zat keçəndən sonra özümə gəlmişəm. Orada bizim Mehdi Hüseyin İnqilaboğlu vardı. O da ağır vəziyyətdə yaralandı. Hal-hazırda qazılı Füzulidə. Hüseynli Şahin düz mənim yanımda şəhid oldu tankın içində.
Sonra özümüzə gələndən sonra Şahin Hüseyin texnika geri çəkdi. Düşmən tərəfdə qoymadı qala. Yerləri cənnət olsun, daha şad olsun. Allah ki. Nə qədər Allah Taala bizə ömür verib, bütün şəhidlərimizi ziyarət edəcəyik. Çünki hər bir şəhid Azərbaycanın şəhidi. Fərdi şəhidimiz yoxdur. Çünki hər biri bizim torpaqlarımız, xalqımız, millətimiz, dövlətimiz, bayrağımız uğrunda şəhid olan igid oğullarımız. Allah